Rəvan yatmamısan? Yuxu zat görsən bizə də danışarsan sonra. Yaxşı. Tamamlıq. Bugün uşaqlar tamamlığı inşallah ki həll eləyək. Hə? Hə. Məsələn, niyə elə gülürsən? Qeyri-iradə olur, hə? Gül bala, gülmək yaxşı. Gülmək deyirlər ömrü uzadır. Boş söhbətdə təbii ki. Yaxşı, tamamlıq nədir? Cümlədə təsir olunan əşyanı, obyekti, varlığı bildirir. Və köhnə proqramda vasitəli, vasitəsiz tamamlıq deyə tamamlığın məna növləri vardı. Deyək ki, 2 növ vardı. Amma artıq biz onu öyrənmirik. Yenə də mən uzundan qulağından sizə danışacağım. Orhan, rahatsan? Belə, tamamlıq uşaqlar, sual olaraq hansı suallara cavab verir? Kimi, nəyi, kimdə, nədə, kimdən, nədən. Sonra, kim üçün, nə üçün, kim haqda, nə haqda, kim barədə, nə barədə. Məsəl üçün, Günel barədə xoş sözlər danışırlar. Kim barədə? Günel barədə. Niyə? Çünki gülər üzüydü, davamlı dərsdə danışırdı, gülürdü falan. Allah canını sağ eləsin. Yaxşı uşaq. Və sairə suallara cavab verə bilir. Həmçinin tamamlıq nə sualına da cavab verir. Necə? Niyə? Qeyri-müəyyən təsirli kal. Bəs yaxşı, qeyri-müəyyən yiyəli kal cümlədə hansı cümlə üzv ola bilirdi Mədinə? Bəli, Mədinə. Yadlılar. Qeyri-müəyyən yiyəli kal, Rəsul, heç vaxt müstəqil cümlə üzv olmur. Elə? Sağ ol, Rəsul. Öyrəndin Mədinə? Deməli, uşaqlar, tamamlıq da bildiyimiz kimi digər cümlə üzvləri tək. Hatırla, o nə tərəsinə məydi? Öyle uddun bir dənə bütöv loxmanı. Ehtiyatda o partiyə içərdi. Quruluşuna görə sadə və necə olur? Mürəkkəb olur. Asıl. Sadə tamamlıqlar sizcə daha çox nə ilə ifadə olunur? Adlarla. Yəni mübtəda nə ilə ifadə olunursa, tamamlıqlar da əsasən onlarla ifadə olunur. Məsəl üçün, başda götürək, isimlə ifadə olunur. Əvəzlik, məsdər. İsimlə ifadə olunan bir tamamlıq deyək. Deyirəm ki, Kamildən, elə kitabdan yapışmışsınız, Kamildən bizə xeyir gəlmədi. Kimdən xeyir gəlmədi? Kamildən. Kimə xeyir gəlmədi? Bizə. Bax, burada artıq nə ilə ifadə olundu? Əvəzliklə. Bəs burada isimlə. Gördünüzmü? Günelin də xətrinə dəyməyək də. Deyirəm ki, kitabı stolun üstünə qoyduq. Düzdür? Çox ağır bir cümlədir amma. Nəyi? Kitabı. Nə ilə ifadə olundu? Təsirli kallı isimlə ifadə olundu. İndi gəldi yerə təsirli kal demişim, bu təsirli kala. Necə olanda nə sualına cavab verirdi? Qeyri-müəyyən olanda. Bəs qeyri-müəyyən təsirli kalar da işlənirdi? Xəbərin yanında. Bəli. Bir də indi cümlə deyin. Deyir, iti öldürənə sürtlədirlər. Buyur Günel. Yenə. Hə? Qoyunları çox olsun. Hə? Günelin tabiri ilə deyək də. Məsəl üçün, Günel neyinir? Kitab oxuyur. Bəli, oxuyur kim? Günel. Nə oxuyur? Kitab oxuyur. Amma nə sualına cavab versə də, biz bunu xəbərin yanından götürüb, yerini dəyişdikdə, başqa bir köçürdükdə nə olur? Öz şəkilçisini tələb edir. Bəli, kitab Günel oxuyur. Olmayacaq üçün nə olacaq Günel? Kitabı Günel oxumuş olacaq. Bəli, bu da yadınızda qalsın. Yaxşı, keçdik sonra nəyə? Əvəzlik. Düzdür, əvəzliklə bağlı yuxarıda dedik. Daha çox hansı əvəzliklər cümlədə tamamlıq ola bilir uşaqlar? Şəxs əvəzliyi və qeyri-müəyyən əvəzliklər. Deyirəm ki, Kamil, səni çağırırlar.
Burada təsirli kallı əvəzli kimi sualına cavab vermiş olur. Düzdürmü? Və yaxud da sual əvəzliyi ilə ifadə oluna bilir. Bax, kim sual əvəzliyinin əsasıdır. Kimi axtarırsan cümləsində kimi sual əvəzliyi cümlənin tamamlığı olmuş olacaq. Hansı cümlə üzvləri nə ilə ifadə olunanda suala cavab vermirdilər? Bir, sual əvəzliklərindən, bir də xəbərdə predikativlik bildirən sözlər var idi. Düzdürmü? Bəli, müəllim, düzdür. Özünü bu işdə günahkar bilir. Kimi? Özünü. Nə ilə ifadə olundu? İsmi əvəz edən təyin əvəzliklə. Bəli, və yaxud da heç kimi bu işdə günahkar görmür. Kimi? Heç kimi qeyri-müəyyən əvəzlik. Bəli, Allah sizi qorusun. Məslərlə ifadə olunacaq. Necə? Deyirəm ki, yaşamağı bacarmalıyıq. Nəyi? Bəli, və yaxud da deyirəm ki, oxumaqdan zövq almalıyıq. Və yaxud da oxumaqdan zövq alır. Nədən? Oxumaqdan. Çıxışlı xallı cümlədə nə oldu? Məsdər oldu. Məsdər və məsdər tərkibi ilə ifadə oluna bilir. Tərkibi ilə təbii ki, nə olacaq onda? Mürəkkəb tamamlıq olacaq. Düzdür? İndi bir dənə bu yaşamağı sözünü mürəkkəb tamamlıq eləyin görün. Əvvəlinə söz artırın. Bəli, həyatda gözəl yaşamağı və yaxud da insan kimi, əsl insan kimi yaşamağı bacarmalıyıq deyəndə artıq məsdər tərkibi olur və cümlənin nəyi olur? Mürəkkəb tamamlıq olmuş olur. Bəli. Bəs yaxşı, sifət, say, zərf və feili sifətlə necə ifadə oluna bilir? Bəli, necə ki bunlar isimləşərək cümlədə adlı xalın suallara cavab verib mübtəda olur. Elə də təsirlik və digər halların suallarına cavab verib cümlədə tamamlıq olur. Məsəl üçün, yaxşını yamandan ayırmalıyıq. Düzdür? Ayırmalıyıq. Kim? Biz. Kimi? Yaxşını. Kimdən ayırmalıyıq? Yamandan. Bax, gördünüzmü? Yaxşı da, yaman da hər ikisi isimləşmiş sifətdir. Yaxşı insanı yaman insandan ayırmalıyıq. Bu formada. Sayla ifadə olunan. Məsələn, deyirəm ki, beşlərimi sevinclə atama göstərdim. Sən sevinclə yox, ha? Kimə? Atama. Təbii ki, burada da yenə tamamlıq oldu. Nəyi? 5 qiymətlərimə vəzinə isimləşir. Cəm, mənsubiyyət və hal şəklisi qəbul edərək cümlədə tamamlıq olmuş olur. Özümə dost etdim minləri, milyonları. Kimi özümə dost etdim? Minləri, milyonları. Milyonları. Nə olacaq burada da? İsimləşmiş min, milyon, Nizat müəllim saylar olacaq. Və yaxud da birinciləri məktəbə qəbul etdilər, 11-ciləri yola saldılar. Birinci sinifləri 11-ci siniflər əvəzinə isimləşmiş sıra sayı. Cümlədə nə olur? Tamamlıq olur. Zərf. Uşaqlar, zərf yer bildirsə də təsirli halda işləndiyi təqdirdə nə olmuş olur? Tamamlıq olmuş olur. Məsəl üçün, içərini təmizlədilər. Baxın, içəri özü də ələl-xüsus cümlədə bizi çaşdıracaq məqamlardandır. Yer zərfidir və haranı sualına cavab verir. Amma buna baxmayaraq, təsirlik hal şəkilsi qəbul edir. Təsirlik halda olduğu üçün nə olacaq cümlədə? Tamamlıq olmuş olacaq. Oldu. Keçdik feili sifətə. Necə olacaq? Məsəl üçün, feili sifət deyək ki, isimləşdi. Qaçanı qovmazlar. Atalar sözü ki, testlərdə, quizlərdə də qarşımıza bu kimi ifadələr çıxacaq. Qovmazlar kimi? Qaçanı. Və yaxud da belə bir ifadə işlətsək, yıxılana balta vurmazlar. Bəli. Nəyi vurmazlar? Baltanı vurmazlar. Qeyri-müəyyən təsirlik hal, yəni nə sualına cavab verən, bayaq dediyimiz kimi. Kənan müəllim. Qulaq as müəllim. Raqif. Kimə balta vurmazlar? Yıxılana. Yenə də nə olmuş oldu? İsimləşmiş feili sifət. Əzilmişləri yığmadıq. Nəyi? Nə ilə ifadə olundu? İsimləşmiş feili sifətlə. Düzdür? Bəli, müəllim, düzdür. Gözəl. Bəs yaxşı, sizcə qoşmalı sözlər necə
cümlə üzv olur quruluşuna görə. Məsələn, deyirəm ki, sevinç üçün hədiyyə aldılar. Bu barədə çox danışıldı. Aldılar nəyi? Hədiyyəni, qeyri-müəyyən. Kim üçün? Sevinç üçün. Xeyr, zərflidir. Oxumaq üçün, yazmaq üçün desəydin, orada zərfli olacaq. Danışıldı. Nə barədə? Bu barədə. Yenə də tamamlıq oldu. Başa düşdünüz? Burada diqqətli olmaq lazımdır. Qoşma ilə işlənəndə 2 dənə söz görüb, 2 dənə sözdür. Vəssalam, mürəkkəbi. Bu sadə cümlə üzvü olacaq. Bəli. Keçdik nəyə? Mürəkkəb tamamlıqlara. Mürəkkəb tamamlıqlar nə ilə ifadə olunacaqdır? Parçalanmayan birinci növ, heç vaxt parçalanmayan ikinci növ, üçüncü növ ismi birləşmə, məstər tərkibi, bayaqlarım dedik, feili, sifət tərkibi və feili bağlama tərkibi deyə bilərəmmi? Xeyr. Niyə görə? Çünki, bəli, o heç vaxt zərflikdən başqa heç nə olmur. İkinin sözü bir olar düsturu. Birinci növ parçalanır. Bunu nə yazdıq? Dedim axı bəs. Parçalanmayan birinci növlərdən söhbət gedir. Feili bağlamalar əslində bəzi hallarda cümlədə xəbər ola bilir. Amma o məktəb qrammatikasında deyil. Belə fərqli ifadələr var. Məsəl üçün, deyirik, sən gül, kef mən güləndədir. Belə ifadələr var. Ha? Hardasa biraz perpendikulyar şəkildə gətirib o ifadəyə oxşatmaq olur. Sən gül, kef mən güləndədir. Kefini çəkə bala, kef atan gələndədir. Analar bəzən uşaqlar sözə baxmayanda deyir, sənin kefin atan gələndədir. Görürsünüz, artıq xəbər eləmiş oluruq orada. Amma təbii ki, bu feylə bağlamaya aid olan bir şey deyil. El arasındakı bir ifadədir. Elə Günel. Yıxın şirin olsun. Birinci növ, məsəl üçün, hər tərəfi qar örtdü. Örtdü nə? Qar. Haranı? Hər tərəfi parçalanmayan birinci növ. Düzdür? İkinci növlə necə ifadə olunacaq? Zahir. Aha. Bir dənə cümlədə görüm Zahir. Yusuf, sən də fikirləş üçüncü növ haqqında. Necə? Xəzər dənizini görməyə getdik. İşin o birisi tərəfində bir də mürəkkəb ad var. Mürəkkəb adlar da cümlədə tamamlıq olur. Atilla, mən hal-hazırda səni görə bilirəm. Mürəkkəb ad. Xəzər dənizi mürəkkəb ad. Və Xəzər dənizini görməyə getdikdə bütövlükdə şey var. Məqsəd səhvliyi var. Aha, ikinci növ. Çay saatını qaçırmırdı. Bulaq suyunu acgözlüklə başına çəkdi, içdi. Nəyi? Bulaq suyunu. O qətiyyən çay saatını qaçırmırdı. Nəyi? Çay saatını. Ola bilər. Üçüncü növlə bağlı danışaq deyək görək. Yaxşı da, dağın havası xoşdur. Sənin dediyin cümlə boşdur. Çünki o mübtədadır. Bulağın suyuyla yenə nə dəxli var ki, bir dənə oradan artırdım. Başqa şey deyil də. Necə? Evin həyətini gəzdiyi ola bilər. Çox belə ağır cümlədir. Yəni, sən o cümlələri biraz dərk eləmək çətin olur. Məktəbin həyətini suladılar. Bu ümumiyyətlə, bu cümlənin altından qalxmaq olmaz. Yəni. Aha. Bunlar 11-ci siniflər, Allah köməkdir. Çox belə həyəcanlı cümlələrdir. Yusuf, paltarından ehtiyatlı olun. Cəzb elədilər. Sən xətirvə yazaq da. Universitetin birinci kurs tələbələrini və yaxud universitetin birinci kurs tələbələrinə tələbə bileti təqdim olundu. Nə? Tələbə bileti.
Bəs mübtədası neçənci növlə ifadə olundu? İkinci növlə. Kimə təqdim etdilər? Universitetin tələbələrinə. Birinci kurs onun daxili üzvü sayılır. Universitetin tələbələrinə. Fərqi yoxdur, elə də ola bilər, elə də ola bilər. Bu qeyri-müəyyəndə olan deyil ki, onu müəyyənə çevirə bilməyək. Problem yoxdur yəni. Məstər tərkibi ilə bağlı bayaq yuxarıda dedik. Düzdür? Ay sağ ol. Səhərlər dərs oxumaq daha faydalı olur. Monaliza tablosunun yenilənməsi, üçüncü nöqtəyinin söz birləşməsi başa çatdı, olacaq cümlənin mübtədası. Və yaxud da Monaliza tablosunun yenilənməsini başa çatdırdılar. Hə, orada artıq tamamlıq olacaq. Fayda, hə, məstər tərkibi, bəli, mübtədadır. Səhərlər dərs oxumağı özünə qayda etmişdi. Məsəl üçün, burada artıq nəyə sualına cavab verəcək. Fe'li sifət tərkibi deyin görün. Aha. Mübtədadır. Bu universitetə qəbul olanları daha çox sıxılır. Vətən uğrunda can verənləri unutmuruq. Məsələn, bir dənə cümlə belə dedik. Kimi unutmuruq? Vətən uğrunda can verənləri. Cümlənin mürəkkəb tamamlığı. Fe'li sifət tərkibi. Sərgidən gələnləri qarşıladılar. Sərgidən gələnləri qarşıladılar. Mənim danışdıqlarımı təkrar edirdi. Nəyi? Üçüncü növ deyilmi bu? Deyil axı. Bəli, dık plus mənsubiyyət varsa, üçüncü növün düsturuna tabi olsa da nə sayılacaq? Fe'li sifət tərkibi sayılacaq. Bəli, keçdik. Mürəkkəb adlarla ifadə olunan Xəzər dənizini seyr etdik. Burada artıq sən deyən kimi Günel. Xəzər dənizi nə olacaq? Mürəkkəb adla ifadə olunan tamamlıq. Başı qaz idarəsində nə olur? Sonra uşaqlar. Şahslar xətayını elədiyinə görə günahlandırılır. Xahiş edirəm, siyasi söhbətlərə girməyək. Mən oralara getmirəm. Yaxşı deyilsin. Rəsul. Deyirəm ki, Rəsul Bakı Dövlət Universitetini bitirib. Bəli, artıq olacaq. Mürəkkəb adla ifadə olunmuş. Rəsul, əslində oranı istəyərsən, yoxsa başqa universitet? Və haran istəyirsən Rəsul? Nəm universitetini, Nəm mənim universitet. Yeni dəralda. Belə uşaqlar, indi vasitəli və vasitəsiz tamamlıqlar. Bunlarla harada qarşılaşacaqsınız? Təbii ki, heç harada. Amma yenə də hər ehtimala deyirəm. Bax, burada bir əkslik var. Vasitəsiz tamamlıqlar təsirlik halda olan sözlərlə ifadə olunur. Vasitəli tamamlıqlar təsirsiz, belə yazıram, təsirsiz halda olan, yəni digər hallarda, təsirsiz dedim, yəni əksliyi bildirmək üçün. Digər hallarda olan isimlərlə ifadə olunmuş olur. Qoşmalarla və digər hallarla ifadə olunan tamamlıqlar vasitəli tamamlıqlar sayılır. Və məsəl üçün, deyirəm ki, kitabdan maraqlı Günel məlumat oxudum. Buradakı vasitəsi tamamlıq sizcə hansı olacaq? Məlumat olacaq. Məlumat, vasitəsiz. Niyə görə? Çünki bu təsirlik haldadır. Bax dedik, təsirli olan əks vasitəsizdir, təsirsiz olan vasitəlidir. Nədən oxudum? Kitabdan. Bu da nə olacaq? Vasitəli olacaq. Bu deməkdir, yəni vasitəli və vasitəsi tamamlıqlar. Anladın Kənan? Amma təbii ki, bizə lazım deyil. Yenə də hər ehtimala bir məlumat olaraq danq eləsin. Belə. Var mı sualınız? Belə çox uzun bir dərsdən sonra zəhmət olmasa onu qapadaq.